Bel ağrılarından əziyyət çəkirsinizsə, metrə götürüb belinizi ölçün. Əgər qadınlarda belin diametri 88, kişilərdə isə 94-ün üzərindədirsə, deməli bel ağrılarınızın səbəbi məhz artıq çəkinizdir. Amerika Piylənmə ilə Mübarizə Assosiasiyasının məlumatına görə piylənmədən əziyyət çəkən insanlar əzələ və skelet ağrıları ilə yanaşı bel ağrısından da çox əziyyət çəkirlər. Deməli bədənimizdə çəki artdıqca bədənimizdəki əsas yük bizim onurğamızın üzərinə düşür. Onurğa bu çəkiyə tab gətirə bilmədiyi üçün əyilməyə başlayır. Əyildiyi zaman isə bədənimizdəki artıq çəki öz tarazlığını itirir və belə artıq yük düşdüyü üçün belimiz ağrımağa başlayır. Həkimlər ona görə özəlliklə bel ağrılarından əziyyət çəkən insanlara arıqlamağı tövsiyə edirlər. Əgər siz arıqlamaq istəyir və bunu edə bilmirsinizsə, bu zaman alfa-xoron preparatı sizə yardımçı olacaq. Alfa-xoron bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var. Bu maddələr bədənimizdə yağ, karbohidrat mübadiləsini yaxşılaşdırır. Bədəndə piylərin yaranmasının qarşısını alır. Əgər bədəninizdə artıq piy varsa, bu piylərin yanmasına və bunun da enerjiyə çevrilməsinə səbəb olur. Özəlliklə ac qalıb diyeta saxlaya bilməyən insanlarda şəkərə, şirniyyata və çörəyə olan meylliliyi azaldır. Nəticədə siz ac qalıb rahat şəkildə arıqlaya bilirsiniz. Həmçinin qüvvətli antioksidant özəlliyi sayəsində toxumaların zədələnməsinin qarşısını alaraq qocalma prosesinin də önünə keçir. Yəni bir sözlə siz rahat şəkildə arıqlayıb, həm də ki bel ağrılarından xilas olmuş olursunuz. Arıqlamağa təbii şəkildə dəstək olan alfa-xoron preparatını bütün apteklərdən əldə edə bilərsiniz.